mən Müsavatın mövqeyini ifadə edirəm. Yeri Yaşlı Müsavat Partiyası bu müharibənin ilk günlərindən bu məsələni müzakirə edərək mövqeyini ortaya qoyubdur. Orada 5 prinsip irəli sürmüşük. Bu bizim üçün əsas prinsiplər olaraq qalır. Birincisi, dediyim kimi, sülh və əmin-amanlıqdır bölgəmizdə. İkincisi, bütün məsələlərin danışıq yolu ilə, diplomatik yolla həll olunmasıdır. Üçüncüsü, bu müharibənin nəticəsində, bu müdaxilənin nəticəsində bir diktaturanın başqa bir diktatura ilə əvəz edilməsinin yol verilməzliyidir. Biz Müsavat olaraq hesab edirik ki, İranda xalqların, vətəndaşların istək arzularına uyğun dəyişikliklərin getməsinə, demokratik sistem və azad cəmiyyət formalaşmasına bu istiqamətdə fəaliyyətdə imkan yaradılmalıdır. Dördüncü bizim qeyd etdiyimiz prinsip, İranda bizim 10 milyonlarla soydaşımızın yaşamasıdır və onların toxunulmazlığının və onların maraqlarının bizim üçün həlledici dərəcədə önəmli olması, həddindən artıq həssas bir məsələ olması məqamıdır. Beşinci məsələ də Müsavat Partiyası Azərbaycan hakimiyyətinə və Türkiyə hakimiyyətinə müraciət edərək bütün variantlara hazır olmağa və milli maraqlara uyğun gərəkən addımlar atmağa, hazır olmağa çağırışdır. Bu 5 prinsipi biz müəyyənləşdirmişik. Bu qısaca elə bunu da deyim ki, biləsiz mövqeyimizi. Və bizim hədəflərimiz budur. Güney Azərbaycana gəldikdə, soydaşlarımızın taleyinə gəldikdə bizim yanaşmamız bəllidir. Biz bütöv Azərbaycanı, Azərbaycan xalqının ideal kimi qəbul edən bir siyasi partiyaya, bu bizim proqramımızda da yazılıbdır. Bütöv Azərbaycanın bizim milli amalımız, milli hədəfimiz olması. Eyni zamanda biz hesab edirik ki, bu dəyişikliklər mümkün qədər dinç yolla getməlidir və hətta bizim bu fikrimiz o qədər populyar olmasa da bu fikirdə biz zaman-zaman təkrar edirik ki, İran bir demokratiya imtahanından, sınavından keçməlidir. Mən qəti inanıram ki, demokratiya ilə imperatorluq bir araya gəlməyən bir şeylərdir. Haradakı imperatorluq var, orada gerçək demokratiya mümkün deyil. Haradakı demokratiya var, dövlət imperatorluq kimi mövcud ola bilir.